Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər. Zəbur 27:10. Allah bu sözlərlə belə deyir: Gəl, otur söhbət edək. İndi lazım deyil sənin diz çökməyin. İndi özünə bir çay süz. Gəl qarşımda otur. Düşüncələrində mənə süfrə aç. Birlikdə oturaq. Mən səninlə dost kimi söhbət etmək istəyirəm. Səmimi, ürəkdən ürəyə. Niyə narahatsan? De mənə, əzizim, nədən qorxursan? Qorxursan ki, yenə tək qalarsan? Ya da qorxursan ki, məni seçdiyin üçün peşman olarsan? Sevimlim mənim, narahat olma. Mən səni atmaram və sən əsla peşman olmayacaqsan. Çünki mən səni yarı yolda qoymaram. Mən səni çox sevirəm. Əbədi bir məhəbbətlə sevirəm. Mənim əziz balam, narahatlıqları ürəyindən qov. Çünki bir ata öz övladını necə sevə bilərsə, mən səni ondan da artıq sevirəm. Unutma, ata öz övladına qıya bilər, amma mən sənə əsla qıya bilmərəm. Ona görə də rahat çayını iç. Gəl huzuruma, gəl və rahatlıqda. Yat və rahat yuxuya get. Səhər sənin üçün yeni bir gün doğacaq. Günəşin şəfəqləri ilə həyatında yeni qapılar açılacaq. Gözəl balam, sən necə də yorulmusan. Gəl biraz istirahət et. Unutma əzizim, sən mənim üçün əvəzsiz birisən.